Çörəkçidə satılan pirajki ürəyinizə düşübsə bu reseptlə hazırlaya bilərsiniz. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. Ərzaqların dəqiq miqdarını paylaşımın altında qeyd etdim. Mütləq qeyd etməliyəm ki, son zamanlar sınadığım ən ideal xəmirlərdən biridir. Xəmir mayalanana qədər içliyi hazırlayıram. Evdə hər kəsin sevdiyi içlikdən istifadə edəcəm, bu da ki, təbii ki, kartofdur. Xəmir biraz artan kimi yenidən yoğurub mayalanmağa qoyuruq. Kartoflu içliyi isə məncə qovrulmuş soğanla daha da dadlı olur. Kündələri 70 qramdan hesabladım. Bu ərzaqlarla məndə 18 pirajki alındı. Xəmiri həm kündədə, həm də forma verdikdən sonra da mayalandırdım. Yağa qoymamışdan isə əlimdə biraz əzib uzatdım. Bu cür dadlı pirajkinin ancaq sousu çatışmırdı, onu da hazırladım. Tomat pastasına soğan, sarımsaq alma, alma şirin olsa daha yaxşı olar. Cəfəri duz və paprika əlavə edib blenderla əzirik. Duruluğunu isə zövqə görə tənzimləmək olar. Şəkər bura paxlavadan sonra pəhrizdə olanlar məni bağışlasın, amma bu pirajkini sınamağa dəyər.